Ya Allah, salam hörmətli izləyicilər. Yenə də nə tapdım? Torpağının dəyərindən ucuz qiymətə satılan ev. Dostlar, gün ərzində ola bilər ki, 50 dənə təklif gəlir. Maşallah, adımız sanımız çıxıb. Gəl mənim evimi çək. Baxırıq. Sırf düşmə varianta işləyirik. Artıq bizim proqramı dəyişmişik. Burada nə var? Sanitar qovşağı. Yəni ki, burada torpağın ilk öncə gəlin qiymətini öyrənin, sonra da evin qiymətini, evdəki əzəmət. Sənəti qupça. Mülkiyyət, Xüsusi əzəmətli mülkiyyət. ev. Xüsusi yaşayış mülkiyyətdir, özdəki hamısı da belə Ya qupçadadır. qardaş, onu deyək ki, beton monolitdir. Ha qardaş, fundament verilib, kəmər verilib, hamısını deyək bilsinlər. Hamısı var, qardaş. Bəli. Özdəki torpağı da elə bərəkətlidir, gör maşallah, nə tər... Dostlar, burası bunun gözəl bisetkasıdır. İndi gələcəkdə istəyirəm bunu söküb, alçıpan vurdurarsınız, bəziyərsiniz, hündürlük Evin hər tərəfinə də geniş ara məsafəsi keçməyə qoyulur. ara məsafəsi var. Burada belə gözəl manqalxana yığdırıb. Sonra burada Letni yay, qutuna deyək. qış mətbəxtidir, bağlıdır. Yay, qış istifadə edə biləcəyiniz. Oy, vəlləh. Dostlar, burası yay, qış mətbəxtidir. Hə. Evimiz çox əzəmətlidir. Torpağı da böyükdür. Deyək bilsinlər ki, Bu boyda torpaq deyil, qardaş. Elə torpağının pulunu istəyir vursalar, qardaş. ev havayıdır. Hələ havayıdan da bəlkə ucuzdur. Onu da ifadə edeyim ki, gözəl bir dənə möhtəşəm armud ağacı da var həyətində. Bir-iki meyvə ağacları var. Dostlar, ərazi olaraq Mərdəkanın çox bahalı bir yeridir, çox gözəl yerdir, açıqlıq, evin ətrafı açıqdır. Gəl daxil ol, qardaş. Götür bu nəyə? Sanitar qovşağını. Gör nə boydadır, maşallah. Bir də ehtiyatlı ol yenə. Demək, dostlar, belə, dostlar, bu belə çox geniş. Gör qonaq otağı. Ən azı bir 14-15 metr var. Nə boydadır, hə. Burada belə mətbəxti var. Siz ehtiyatlı ol, Mətbəxi qardaş. elə bir zal boyda. Hə, zal boydadır, nə ehtiyatlı ol. Hə, inşallah dayandırdın. Gedək. Aha, bu da beton. Dostlar, burası nədir? Pilləkan. Bax, pilləkan bir dənə keyfiyyətini yaxından çək. Qalınlığını göstərək də. Qalınlığını göstər, bəli. Şəxsi tikili. Pəncərələri qara rəngdə pəncərədir. Finapemləndir, ən bahalı materialdır. Yuxarıda da 4 dənə yataq otağı var. Götür, qardaş, buranı. Gör otaqda nə boydadır. Hamısı da geniş. 4 dənə yataq otağı. 4 dənə. Burada belə sanitar qovşağıdır.